O mərkəzli çevrədə COD bucağı 3 alfa üstəgəl 32, AOB bucağı isə 7 alfa olarsa, OAB bucağını tapın. Bu bucağa bir x deyək. Buradan 3 alfa üstəgəl 32 dərəcə ilə 7 alfa qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar həmişə bərabərdir. Deməli, yaza bilərik. 3 alfa üstəgəl 32 dərəcə bərabərdir 7 alfa. 7 alfadan 3 alfanı çıxsaq 4 alfa bərabərdir 32 dərəcə və alfa da bərabərdir 8 dərəcə alarıq. Deməli, alfa 8 dərəcə olduğu üçün 7-ni alfaya vurduqda, yəni 8-ə vurduqda 56 dərəcə verir. Burada OA və OB radiuslar olduğu üçün, deməli, buradakı A bucağı x-dirsə, həmçinin B bucağına da, ABO bucağına da x deyə bilərik. Bərabər yanlı üç bucaqda oturacağı bitişik bucaqlar bərabərdir və bunu tapmaq üçün biz 180-dən, deməli, 180 dərəcə çıxılsın 56 dərəcə alınır 124 dərəcə və 124-ü də yarı bölsək 62 dərəcə alarıq. Deməli, bucaq OAB 62 dərəcədir və həmçinin bucaq ABO da 62 dərəcədir.